Macar kralının tacının şəklini verdim. Çünki o xaç bu xaçlarla, bu da mən özümüzün, kəndimizin xaçın duzu deyilən yerdə tapdığım qəbristanlıqdakı şəkildir, torpağın altında qalıb. Ancaq o daşlar ki, onlar qətiyyən onun üzərinə salınmış izləri itirmir. Mən sizə söz vermişdim, bu sizin kitabınız qardaş. Fürsətdən istifadə edib, mənə etimad göstərərək, öz kitabını verdiyinə görə Bəxtiyar müəllimin qarşısında baş əyirəm, çox sağ ol deyirəm. Çünki onu internetdən onun kitabını almışdım, həsrətində idib və zəhmət çəkərək akademiyanın şəxsən həyatına qədər gətirdiyinə görə, qardaş, minnətdarım. Çox sağ olun. İndi əlavədən suallarınız var, mən hamısına hazıram. Sual, bir dəqiqə üzr istəyirəm bizə və indi biz belə eləyək. Suallar olsun, yəqin çıxış eləmək istəyənlər də olsun, dostlar. İstəyirsiniz birinci suallar olsun, sonra çıxış eləmək. Buyurun, suallar, kimdə suallar buyursun. Mənim bir də körpülükən də var, bizim kənddən yuxarı. Dediyim kəmərli, Qalaçay ilə Qabaqabalan. Sonradan orada neçə hektar keçiriləndə zon aldılar da 81 idi. Onda həmən dediyim o qarası keçdi bu tarafa. Səhətdə də bizim ərazidir. O piyada getmişəm, görmüşəm bu ərazini. Günəşli həmən dediyin yerin dağın, o Babaşa dağının o quturacağında həmən Qalaçay ilə kəmərinin arasındakı yerdə bala günəşli, böyük günəşli, bizim nəslin orada topaqlardır o. Yəni həmən orada qaldılar. O toponim elədir ki, bir-birinə oxşardır. Orada körpürdə həmən Alban qəbristanlığı var idi. Onu ermənilər düşürdüb yol çəkəndə, orada bir nəfər bizim kəfalın birində gelib, deyib, ay kişi, bu qəbirdən nə istəyirsiniz? Bu olmadı, dizisi ağzı, bunları yol çəkirsə biraz oraya açıyordu, o da boş yer var axı. Deyir, yox, buradan olmalı. Bu da deyib ki, bu sizin qəbristanlıqdır, köpsə xarçdır. Siz qəbristanlığınıza belə münasibət bəsləyirsiz, onda o hərif ediyan olurdu, o xeyr deyirsə çox ayılır. Deyir ki, yox, bu bizim döy. Görürsünüz? Bu bizim döy deyil, bizim olsa düşürmarıq. İndi biz də o dövrdə biraz onu bilmirdik, Alban falan, hamısını bilmirdik, nədir. Sonra çıxdı ortaya bu məsələlər, dedi, deməli bu Alban qəbristanlığı ki, sağ bizimdir. O, sonra yarğanlar keçəndə elə bu Alban qəbirlərə basılma metodları vardı, üst-üstə, ayaq üstə vardı. Bəli. Birbaşa skeletlər açanda ayaq üstə görsənir ki, deyir, bu birbaşa ermənlərə adət yox. Yəni onu izintirlər, qatlar qarşı yolu çəklər tutalım. Sizin dediyiniz yazmışdı, yəni elə şey olur. Olub, olacaq da. Bir də bizdə bir erməni dili bilən var idi, Sərlan, o dedi, erməni mənbəsində mən gördüm, orada sizin dediyiniz ərazi var. Daşkəsəndir, Şəmkirdir, Tovuzun o dağlarıdır. O zolaqla gəlir, Gədəbəydə, ayrım deyilən sizə zolaq, gəlir çıxır həmən o bizim rayonun barana, onun ünvəyə o ərazi ilə gedir, çıxır, o həmən dərə yoxdur, Allah-Feydiyə gedən dərə. Oradan düz Pəmbək dağları, o Bazun dağları. O bazalt, əslində o bazaltdır. Yox, orada Bazun dağı da var Pəmbəkdə. Böyle silsilə dağları var. O dediyi xaçlar, həmin oraya həkk edirlər, nəsə çıxırlar oraya, həmin o vatana kəndi var, yuxarı kilsə, aşağı kilsə. Sual vermədin də. Yox, şəhərin ki, müəllimin araşdırmayla bir söhbətimiz olubdur ki, müəllimin araşdırmağı çox gələcəkdə böyük bir təkan verəcəkdir. O ərazi, müəllimin dediyi əraziyə paralel araşdırılmalıdır. Müəllim, indi erməni tərəf araşdırılmışsa, qalıb orada. Amma bu Gədəbəydir. Sonra bir dənə kredoda bir yazı deyirik, oğlan var, Ədəbətin üstündən. O da sizi kimi gedib Gədəbəydə həmən o manastırda axtarır. Nəzərə üçün çıxır Rizvan Qarabağlı'nın Rizvan Qarabağlı məqasında, onun oğlu sərsən, dedim yəqin, ya da sizdən olub, sizdən ayrı olub o. Yox, onu da deyə bilərəm, olar mı cavab verim? Rizvan müəllim gedib ora, Səyyad müəllimdən, ancaq bu il Gədəbəy rayon abidələri mənim tədqiqat obyektimdir. Və bu il araşdırmışam 108 kənd var, 108 kəndin hər birində olmalıyam. Rizvan müəllim öz prizmasından yanaşıb, ancaq mən bilirəm ki, mən oraya gedəndə 140 maddədən ibarət yaddaşla gedirəm. Mən hansı bir problemi tutaq, bircə memarlar abidəsini əlhəyindən tutmaq yox. Kompleks şəkildə yanaşmaqla, ona görə də yenə institut rəhbərliyinə təşəkkür edirəm ki, bu yaxınlarda mənə məsləhət edirlər ki, Azərbaycanın qərb rayonlarında Alban devrinə aid
arxeoloji və mimarlıq abidələri. Belə bir səvkidə doktorluq dissertasiyasının mövzusunu təsdiq eləmək əzmindədirlər, təklif edirlər. Bu da artıq materiallar hamısı demək olar toplanır. Gədəbəy daha zəngindir. Bəli. Daşkəsən daha zəngindir. Daşkəsən olacaq, Gədəbəy daha zəngindir. Diqqətinizə iki yadımdan çıxmış məqamda çatırım. Ermənilər həmən əraziyə o mənbədə Sevodik deyirlər. O əraziyə, yəni subarlar, o taclı subar. Mən arzu edərdim ki, hər birinizdə bu Samuel Uyimzin Ermənistan terrorçu bəstən ölkənin gizlinləri kitabınız olaydı. Bir də mən açığını deyim, Allah dünyada köçənlərinizə rəhmət eləsin. Mənim rəhmətli ata bizə özünə məxsus bəzi terminlər qoyub gedib. Deyir də bala, qarşı tərəfin öz işini özünə qandırmaq üçün öz biləyinin ağzına bir çeyniyə dursun. İndi mən də erməni mənbələrini axtarmaq istəyirdim ki, erməni mənbələrinə istinadən öz faktlarını özlərinə deyim və bununla bağlı çox araşdırmalardan sonra təsadüfən Jambr deyilən Simon Yerevantsev Jambr памятная книга «Зерцало» и сборник всех обстоятельств Святого Престола, Эчмиадзина и окрестных монастырей. İlahi, falşifkadır başlanır. Görür ki, deyir ki, burada görsədir ki, filan torpağı bu kilsənin mənasındadır, aldı. Kimdən aldı? Türkdən. Müqabiliyle. Əslən o birisi gəldi ki, yox bu mənimkidir, o birisi ki. Bu necə olur Eçmiadzin? Bu kimin ola bilər? Kimin? Özlərini inkar edir. Sadəcə oğru elə bağırır ki, kimsə başımızı aşağı salıb susduqca onlar da dönə ifadəmə üzr istəyirəm, minirlər, paçalayıb minirlər bizi. Bala, yerimi bil, ged otur orada yerdə. Bir savadsız qadının dediyi söz mənim qulaqlarımda sırılqa olmaqla həyat proqramımdır. Dedi ki, ölüm ayağındayıq, buna müraciət elədilər, bizə son sözümüz nədir? Dedi, heç nə demirəm. Başqasının xamını xan deyə boynunuza mindirməm, düşürə bilməyəcəksiniz. Nə də özünüzün xanınızı xan deyib, ayaqlar altına tullayıb tapdalamam, qaldıra bilməyəcəksiniz. Mənim həyat kriteriyam budur. İstər ailə baxımdan, istər nəslin baxımdan, istər kəndin baxımdan, istər rayonun baxımdan, istər respublikan və o cümlədən xalqımın mənafiyi baxımdan. Qətiyyən, heç kim mənim xalqıma özünün keçmişi ilə bağlı iradlarını deyə bilməz. Çünki bu xalqsa özünün məxsus zəngin tarixi irsi var və inkar olmaz. Bunu təhrif edənlərə qarşı. Siz çıxdığınız kimi, mən də bu yolda əskər olmaq istəyirəm və o sahədə öz qüvvəmi sizlə birləşdirməyə çalışacağım. Oktaybədən sizə sualınız. Mən də elə səpkidir. Olar mı? Çıxış sual olan yoxsa çıxışlara keçəcək də? Çıxışlara keçəcək. Çıxış mənim bir sualım var. Buyurun. Orada siz deyəsiniz, dedi Şamil müəllim deyir ki, o abidələr müqəddəs yerlərdə tikilir. O, yəni, o hansı mənada dedi o? Hə, deməli, bizim İrmaşlı kəndində Şamil Fəthullayev Fiqarov iki familiya daşıyır. Akademiyanın müxbir üzvüdür, özü də Şərq ölkələri Beynəlxalq Memarlar Akademiyasını özü təsis edib və onun prezidentidir. 86 yaşı var artıq, onun içərisindədir. O bizim ərazidə olanda dedi, bu öz başına burada tikilməyir. Bu yer əvvəlcə müqəddəs olub ki, onun üzərində bu tikilib. Yəni, qədimilikdə biz burada müqəddəslik var. Ona görə də onun kəlamıdır ki, müqəddəs yer müqəddəs olmalıdır. Və bugünkü gündə deyil, Hristiyan abidəsi kimi burada olmasına baxmayaraq, bunun özünün əvvəlcə oda günəşə sitayişinin əlaqədar olaraq, aya günəşə sitayişinin əlaqədar, təbiət cisimlərinin sitayişinin əlaqədar olaraq müəyyən mənası var. Orada iki dənə pir var. Biri bala pir deyirlər aşağıdadır, biri yekədir. Mən dönə-dönə zürxalıq eləm, onu gətirməmişəm bura. Diqqətinizə çatdırım ki, sonra mənim vicdanım götürmədi. 2005-ci ildən 2009-cu ilə qədər orada bir adam Respublika rəhbərliyinə, Mədəniyyət Turizm Nazirliyinə, nə müraciət eləməyimizə, kütləvi informasiyalar aparıb göstərməyimə baxmayaraq heç kim daşı üstə qoymadı. Təzdən rəsmi şəkildə abidə olduğuna görə Mədəniyyət Turizm Nazirinə müraciət edib, icazə almışam, 600 metrə məsafədən orası xətti çəkməklə İmaş müəllim özü yaxşı bilir, onu abadlaşdırmışam. Üçqunun qarşısını almışam, bir növ bərpaya bənzər bir təmir işləri aparmışam. Çünki dağlıq yer olduğundan aşağıda 1 manata görülən iş orada 5 manata görülür. Orada bu dəqiqə tam mənasıyla uçmaq təhlükəsinin qarşısını alandan sonra hətta Gülçöhrə Məmmədova da ora gedib, baxış keçirib tədqiqatla bağlı ölçülərini götürüb. Və ora çox müqəddəs yerdir. Necə? Mən canlı şahidəm. İnanın, qız külfəti basan, niyyət edib, ora gedib. Müəyyən niyyət edəndən sonra oğlu olur. Mənim özümün orta məktəbdə ibtidai sinif müəllimim idi, İsmail Rüstəmov, 6 qızı var idi.
Özü kommunist olmasına baxmayaraq xalqın təkidindən ora getmişdi və onun oğlu olmuşdu, adını Pirverdi qoymuşdu. Yo, o formada farklı rayonda kirpiyə vermişlər ki, qurban olub pir sənə, bir oğul versəm mənə, nə onlar adını qoyaram Pirverdi. O vaxtda yazılmışdı. Yəni, qız külfəti basan geyir, oğlu olur. Ondan sonra istər-istəməz müəyyən məqsədlərlə niyyət edənlər ocaq çox müqəddəsdir. Hətta bir faktda da deyim sizə, sizi yorduğuma görə özür istəyirəm. Orada təmir işləri apartıranda mənə demişdilər ki, orada ilan var, ehtiyatlı olmaq lazım. Mən də ustalara tapşırmışdım ki, qətiyyən ilan görsəniz, əl vurmam, öldürməm. Bir gün ilə orada müqəddəs bir qəbir deyilən yer var, türbə qəbir türbəsi də var abidəsi. Orada təmir işləri apardıqları yerdə mən də çöldə, fundamentdə nadir daş kitabə tapmışdım. Bayaq söhbət elədiyimiz yəqin o şəkilləri siz Firudun müəllimə vermişsiniz, qıraqlarında yazılar var. Çünki o bizim yoldaşa da mən adı-yadından çıxırdım. Ermənidən də bilən yoldaşa da oxutturmuşam. Nə qrabar əlifbasıdır, nə müasir devri əlifbasıdır. Ancaq Murad Acı da onunla bağlı fikrini bildirib ki, Skarayev это albanskaya работа. Onu açmışdım ki, birdən həmin qəbir tərəfdə bir ilan şurada. Şurada dəymən. Gəldi kilmiş, ora girdi, bərdə dayandım, üz və sırat dedim, Allahın canlısı, sənə işin eləyəsi deyilik. Xahiş edirəm, qısqanıb eləmə. Çevril, biz sənə burada şərait yaradırıq ki, burada normal həyat şəraiti olsun, gəlib gedənlər olsun. Yavaş-yavaş yeri qayıtdı, mənə tərəf üzünü çevirdi, qabaq qarşı bilincə dayanmışım. Mən də bundan söhbət eləmişim. Narahat olma, qorxma, heç kim sənə deyə bilməz. Bura sənin öz yuvandır, sadəcə buranı bərpa edirik, çıxıb gedə bilərsən. Çıxdı, başqa bir şey biləcək. Demişdilər əfsanəvi formada. Ancaq fakt mən onu öz gözümlə gördüm və orada uşaqlara da tapşırmışdım, elə bir şey oldu. Müqəddəsliyin özü tarixən sınaqdan çıxdığına görə xalq bunu qəbul edir. Yoxsa yoxdan yerə heç kim bunu qəbul edir. İbadət, Allah müqəddəs yerdə tikir. Sonra Təşəkkürlər. Sadəcə bilmək istəyərdim ki, məsələn, bu abidələrlə bağlı, məsələn, siz müxtəlif kəndlərdə olmuşsunuz. O abidələr tikilən zaman, tutalım ki, o məbədlər tikilən zaman, bu kəndlərdə oxşar yerlər mi seçilib onlar üçün? Məsələn, tutaq ki, dağ ətəyi, ağacın böyrü, filan, suyun qırağı. əksər halda təpə, hündür yerlərdə tikir, inşa ediblər. Çökəklərdə görməmişəm, nadir hallarda olur. Əksər hallarda təpə yerlərində, çay kənarında, su tutar yerlərdə, həyat üçün zəruri olan imkanı olan yerlərdə onları müşahidə eləmişik. Ancaq, açığını deyim ki, əl çatmaz, ün yetməz zirvələrə daha çox meyildirlər. O da ondan ibarət olur ki, görünür, yenə də buradakı qırğınla bağlı olaraq qaçaqlar qətiyyən çaya tərəf qaçmazlar. İstər-istəməz dağlara sığınacaq gətirməlidirlər ki, o dağlara da hansı ki, gedib gəlmək qeyri-mümkündür. Bunlar öz xristiyan dini qəbul etdikdən sonra əlbəttə ki, ərəblər bura İslamı gətirməklə, ərəblər səhra döyüşçüləri idi, onlar dağlara getməkdə çətinlik çəkirdilər. Yəqin ki, bunlar öz dini etiqadlarını saxlamaq üçün dağlarda yaşamalıydılar və müəyyən əlçatmazlıq şəraitində öz dini etiqadlarını qorumalıydılar. Təşəkkür. Çox sağ olun. Çıxışlara keçək. Birinci Bəxtiyar bəy söz istəyibdir, qulağa deyilmiş. Oqtayda siz. Çox sağ olun. Əvvəla icazə verin Sabir bəyə çox gözəl və çox maraqlı çıxışına görə çox təşəkkür edirəm. Valla bu sizin çıxışınız mən gözlədiyimdən də gözəl oldu. Yəni bilirdim gözəl oldu. Sizin toxunduğunuz mövzu Azərbaycan tarixşünaslığı üçün, Azərbaycan mədəniyyəti üçün və o cümlədən Azərbaycan dilçiliyi üçün o qədər önəmli məsələdir. Bunun üzərində günlərlə, hətta aylarla dayanmaq lazım. Əvvəla o xaç məsələlərinə toxunmaq istəyirəm. Bizim alimlərimizin böyük əksəriyyəti bu erməni, alban, erməni iddialarına cavab vermək üçün bu məsələlərə çox istinadlar edirlər. Amma dərinə gedə bilmirlər. Eynən siz göstərdiyiniz o dörd tərəfi bərabər xaçları alban xaçı elan ediblər. Alt hissəsi uzun olanları isə erməni xaçı. Və burada həqiqət var. Amma müəyyən qədər həqiqət var. Həqiqət nədən ibarət? Məsələ burasındadır ki, burada yaşayan albanlarla ermənilər də ikisi də monofizit olurlar. Və monofizit xaçları altı uzun olanlardır.
Yəni, bu sizin göstərdiyiniz xaçlar, bunlar katolik xaçlardır. Və katoliklər burada nə yazır? Fəridə Məmmədova Albaniya tarixi kitabında, yəni ermənilərin Kilikiya Ermənistana adlandırdığı ərazilərdən söhbət edəndə dəqiq faktlarla göstərib ki, əslində oradakı Çar sülalələri buradan köçmüş Albanlar idi. Biri Gəncədən köçmüşdü, ikinci sülalə də Qafandan köçmüşdü. Yəni orada iki sülalə oldu. Və bunlar orada həm Səlcuqlara qarşı, həm də Bizansa qarşı pravoslav idilər. Özlərini qorumaq üçün Roma papasına müraciət edirlər. Və Roma papası da bunların qarşısında şərt qoyur. Yəni xaçlılar. Ki, siz katolikliyi qəbul eləsəniz, biz sizi müdafiə edəcəyik. Eləməsiniz, müdafiə edəcəyik və bunlar orada katolikliyi qəbul edirlər. Oradakılar. Və dəqiq tarixi mənbələri var ki, onlar sonradan köçüblər ki, həmin o Albanlar, oradakı Albanlar ki, və Türk dilində danışırlar, özdə Türkiyə türkçəsində yox, Qıpçaq türkçəsində, yəni Alban türkçəsində. Köçürlər hansı zonalara? Məhz siz dediyiniz zonalara. Eyni zamanda Axaltəkə, bu Axalkalar ki, haradır, ora köçürlər. Hə, ondan sonra bir qismi də köçüb, o vaxtda da Gürcüstan adlanırdı, o Loru dildən sonra Ermənistana keçir ərazi, hə. Və ermənilərin özlərinin yazdıqları internet doludur. Etiraf edirlər ki, məsələn, tutaq ki, Axalkalakdakı ermənilər türkdür. Və bugünə qədər də türkçə danışırlarmış. Sadəcə 37-ci ildən sonra bunlara məktəb açırlar. Çalışırlar onlara həm o katolik Albanları, yəni Qıpçaqları gürcüləşdirsinlər, bir qismini gürcüləşdiriblər. O indi ki, bizdə deyirlər, gürcü familiyalı ermənilər. Əslində, həmin bu katolik Albanlardır. Azərbaycan ərazisində başlayıblar 37-ci ildən sonra bunların pasportunu hamısına erməni yazmağa və erməni məktəbləri açırlar. O cümlədən Şamaxıda 2 dənə məsələn Tat kəndi var idi. Onlar amma monofizit idilər. Yəni yerli Albanların və ermənilərin məzhəbindən idilər. Qiyasəddin Qeybullayev, məsələn, o Ketnagenezov Azərbaycan kitabında mənbələrin adını da çəkir. Birinci siyahıya almaqda Şamaxıda onlar Tat kimi gedib, ikinci siyahıya almaqda artıq ermənidir. Ondan sonra Tovuzda bir abidə var, cəmaat oranı erməni abidəsi kimi tanıyırdı. Firidun müəllimə verdik, Firidun müəllim dəqiq təsdiq elədi ki, bu erməni dilində deyil. Bir-iki türk sözünü də oxuya bildi, sadəcə şəkillər pis çəkilib deyə tam oxuya bilmirəm. Hansı kənd idi? Girzan. Aysal, Girzan kəndi. Hə. Yəni, bu kimi abidələr çoxdur. Amma problem nədir? Həm də o Girzan kəndində 20-ci əsrin abidələri artıq erməni dilində. Yəni ki, bunları erməniləşdiriblər o Sovet dövründə. 19-cu əsrin abidələri, 18-ci əsrin abidələri erməni dilində deyil. Sizin o məqaləmizdən götürmüşdüm. Şəmkirdən tapılan qəbir daşında. Göndərdim Firidun müəllimə. Firidun müəllim erməni dilini bilir, hərflərini də bilir, qrabardan da müəyyən anlayışı var. Dedi, bu nə qrabardır, nə erməni dilidir, yenə də qəbir daşı yarımçıq idi. Neysə, hansısa türk sözünü orada oxuya bildi. Yəni, bunlar araşdırılmalıdır. Ondan sonra, bunu mən bizim tədbirlərdə dəfələrlə demişəm, amma təkrara ehtiyac var. O cümlədən bilmirəm, sizinlə söhbətimizdə onun için yox. Bir Samvel Qriqoryan deyilən bir nəfər var. Elə Google'da adını yazsaz, Samvel Qriqoryan və yaxud Rusiyası, Türk yazıçını Armeni. O deməli 88-ci ildə, yəqin ki, o siz indi Minorski'dən, Konstantin Bağriyanarov'dan statlar getirdiniz. Bəlkə də onu okuyub, bəlkə Nailə Vəlixanlı olub, siz belə söz Kürdün sahəyə. Gəlib, məhz oradakı abidələrin bir-bir hamısının şəklini çəkib. Düzdür, təkcə bunu Azərbaycanda eləməyib. Gürcüstanda, harada ki, bu hesab edir ki, orada erməni abidələri var, gedib bir-bir gəzib hamısının şəklini çəkib. 88-ci ildə də Azərbaycanda, əsasən Qəbələ rayonunda, Corlu kəndi, Mirzəbəyli kəndi və Sultanlıqa kəndində bu bütün xalq tərəfindən erməni qəbri adlanan qəbirlərin hamısının şəklini çəkib.
Və gedib Ermənistanda oxuyanda məlum olub ki, bunlar hamısı türkçə. Eyni zamanda eyni qədər məlumat var ki, məsələn, Dəvəçidən köçən ermənilər, biz müsəlmanlar hamısını erməni deyirik, də fərq bilmirdik. Və əslində erməni sözü arameylərin adından gəlir. İlk dəfə monofizitlik arameylərdə olub. Ondan sonra haylar və albanlar və o cümlədən gürcülər bu şeyi qəbul edəndə monofizitlik. Gürcülər 12-ci əsrdən sonra səhv eləmirəmsə pravoslavlığa keçdilər. Bunların hamısını erməni deyirlər. Yəni aramey mənasında. Necə ki, məsələn, pravoslavları deyirlər, pravoslav Yunan kilsəsi. Birinci Yunanlardan gəlir. Katolik Roma kilsəsi. İlk Romalılarda olub. Eyni zamanda bu monofizitlik də aramilərdə olduğu üçün ki, Farslar ilk dəfə onlara öz mənbələrində arman şəklində yazırlar. Diakonov bunu çox gözəl izah edir. Sadəcə Diakonova diqqətlə bir dəfə də oxumaq lazımdır. Yəni, bu ermənilərin adı deyil. Arameylərin adıdır və qədim Fars mənbələrində arman şəklində düşüb, sonra Yunanlar bunu götürüb Armeniya şəklində salır, ərəblər Ərməniyyə. Ruslar Armeniya. Yox, sonradan bu ad bütün monofizitlərə aid olur. Yəni, bildiyiniz gibi həm Albana, həm Erməni haya, həm Arameyin özünə, həm də Qriqoryan olan, ya monofizit olan gürcülərə. Gürcülər sadəcə 12-ci əsrdən adını dəyişdilər. Və çox maraqlıdır ki, bizimkilər o gürcü sözünü indiyə qədər mənasını bilmirlər. Gürcülər də başa düşmürlər ki, biz onları niyə gürcü deyirik? Biz də başa düşmürük ki, biz onları niyə gürcü deyirik? Amma Alban dilini, mətnlərini araşdıranda mən bunun səbəbini başa düşdüm. Alban dilində bir söz var. Yəni, şəkilçi 100% türkçədir, amma kökü ola bilsin ki, bilmirəm, türkçədir, türkçədir. Qurqçi deyilən bir söz var. Bunun mənası bütpərəst deməkdir. Onlar bütpərəstlərə deyirdilər və özlərindən olmayan məhzəbdən olan xristiyanlara da qurqçi deyirdilər. Bu gürcülər ki, daha doğrusu onlar da əslində Alban idilər, o Tiflisə qədər Albaniyanın ərazisidir. Bu 12-ci əsrdə o Alban knyazları, siz bəy Atabey kəndinin adını çəkirsiniz. O knyazlardan biri də Atabey idi. Səhv eləməmsə onun dövründə bunlar pravoslavlığı qəbul edirlər və Albanlar başlayırlar pravoslavlarında qurqçi deməyə. Yəni o gürcü şəklini alıb bizim indiki dilimizdə. Və əsl gürcülər də əsl gürcülər. Bugünkü gürcülər özlərinə kartvel deyirlər. Bu günləri özünə gürcü deyən xalq 2 kənd qalıb, onlar da Krımdadırlar. Özlərinə gürcülər və Qıpçaq türkçəsində danışırlar. Yəni Alban türkçəsində danışırlar. Onları siyahıya almaq zamanı Ruslar deməli istəyiblər. Oradakı urumlar var, onlar da Qrek kimi yazırlar, Rusça yazanda millətlərin, amma onlar özlərindən Qreklər kimi ellin demirlər. Yəni, Yunan deyirlər. Sadəcə dinləri Yunanlardan eynidir, pravoslavdılar. Onlar özlərinə urum deyirlər və onlar da Qıpçaq türkçəsində danışırlar. İstəyirlər həmin o gürcüləri Rumlara aid eləsinlər. Gürcülər qəti şəkildə orada etiraz edirlər ki, biz Rumlu deyilik, biz Gürcüyük. Rumlular da etiraz edirlər ki, onlar Gürcüdürlər. Dilimiz bir olsa da. Və erməni mənbələrində çox, yəni internetdə açıq yayılmış mənbələrdən söhbət gedir. Ermənilər gör nə yazır? Yazır ki, Gürcüstandakı ermənilər, Rostovdakı, Krasnodardakı ermənilər bizdən deyirlər. Onların qocaları bugünə qədər türkçə danışır. Tatar geyinləri geyirlər, onlar tatardır, türk demir tatar. Onlar tatardır. Bizə qız verib, qız almırlar. Ondan sonra, sizə də o türk yazı şiarına vursunuz, bütün bu məlumatlar hamısı çıxacaq. Sadəcə onların hamısını höksər olub, hamısını bir-bir oxumaq lazımdır. Amma bizimlə eyni məhzəbdən olmayan urumlarla qız alıb verirlər. Yəni orada həm də monofizit şeylər var. Yəni Albanlardan qalma, yəni Katolik Albanlardan söhbət getirir. Artıq bu yerli monofizit Albanlardan gedir. Yəni Qriqoryan deyək ki, pasportlarını erməni yazılıb 37-ci ildən sonra erməni məktəbləri bunlar üçün açılıb. Söhbət onlardan gedir. Onlar deməli, bu günləri bizim erməni adı ilə tanıdığımız haylara qız verib almırlar. Bunu ermənilər etiraf edir. Deyir, onlar tatardır, tatar geyimi geyirlər, amma urumlara baxmayır ki, onlar pravoslavdır, qız verib qız alırlar. Və çox güclü bir Ermənistan mətbuatında həmin adam bunu yazana qarşı
Özü səhv etməmişəm, Dərbənd hansısa qəzetində yazmışdı, belə bir şey vardı. En qədər faktlar var. Sadəcə bunları araşdırmaq lazım. Mən bunların bir qismini məqalə şəklində salmışam, rus dilində və Qarabağ Info saytında da dərc etdirmişəm. Yəni onların arxivinə girməklə bunların hamısını çıxartmaq mümkündür. Hətta Albanların ikonaları ki, ermənilər öz adına çıxıb, Alban kilsələrin üstündəki yazılar, ermənilər rus axmaqlığından özləri rus dilində tərcümə ediblər, hamısını veriblər. Bu günləri Qərbi Azərbaycan ərazisində olan kilsələrin hamısının üstündə bunun Alban kilsəsi olduğu ermənilər özləri təşkil ediblər, tərcümə ediblər. Eyni zamanda Maktidaranda olan bizim gizli adlandırdığımız sənədlərin çoxunu da üstündə tərcümə edib, öz axmaqlıqları üstündən veriblər internetdə. Bu günə qədər də var. Hamısında yazılır. Mən filan kəs, Alban çarı filan kəsi qızı, Şahandov, nə bilim, getdim ki, bu torpağı aldım, bu kilsəyə bağışladım. Məsələn, Qafandakı kilsənin üstündə bu günə qədər yazdım. Kilsənin yadından çıxıb neydi Qafandakının? Səhv etməmişsə, Qarqarvəng idi, ola bilsin, qarışdırıram. Bax, bu günə qədər bu söz yazılır. Alban Məliyi, Sevadın qızı Şahandov və bacı Qaza uşağımız olmadığı səbəbindən Həzrət Məryəmin şəfqətini qazanmaq üçün bu kilsəni tikdirmişik. Həmin kilsənin həyətində Alban Katolikosu Nersesin qəbir daşı var. Və qəbir daşının üstünü yazılır. Mən Alban Katolikosu Nerses, taciklərin, müsəlmanların təhqirlə. Yox, o dövrdə ərəblər yox, elə bizi adlandırır. Taciklərin təqibindən qaçaraq gəldim, bu kilsəyə sığındım və burada tapdım. Yəni, elə bilmir ki, Albanlar əslində türk olsalar da, yəni, məhzəb baxımından ermənilərlə problemləri olmayıb, bizimlə problemləri olub. Yəni, biraz elmi araşdırmalardır, ona görə onlar asanlıqla erməniləşdilər. Yəni, bu məsələ. Amma bu qəbir daşlarını, xüsusən Qəbələdəkiləri araşdırmaq lazımdır. Siz tapdığınız abidələrin də qiyməti yoxdur. Nə qədər ki, Firudun ağası oğlu kimi alimlərimiz hələ sağdır ki, o da yüzbəyə Allah ömür versin. Tam da qoca deyil, amma yaşlıdır da, günlərin bir gündə hamımız o bir dünyaya gecik. İndidən bu məsələləri açıb hamısını oxumaq lazımdır. Və Samvel Qrigoryan da artıq kitabını buraxıb. 3 cildli, amma erməni dilində buraxıb. Və bu abidələri də verib, tərcümələrini də verib. Hətta o mən dediyim saytlara siz gidiyorsunuz, bir dənə sadəcə türk yazı, şimdi Arməni sözünü vurmaq lazım. Bu Dəvəçidən köçən, nə bilim, gediblər Edessa şəhəri yaradıblar, nə bilim, filan evlər, bugünə qədər türkçü danışdıqları, hamısı bunu ermənilər özləri yayıblar. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun. Oktay Bey. Sual var. Yox. Deməli, çox yaxşı oldu ki, mən demək istədiyimiz yekunda yatıb ora çıxartdı, elə bir növ həm də kömək oldu. Yəni, mən sıx tərəfinə toxunmayacaq, çünki mənim sahəm deyil. Ancaq ki, o biri tərəfdən, yəni, üstülük, o Hristiyanlıq dövrü ilə bağlı bizim ona münasibətimiz, orada bir neçə fikirlərim var, istəyirəm sənə vermişəm. Deməli, mən 4 il bundan qabaq diqqətimi cəlb edən bir məsələ vardı. Əsli Kəram bizim dastanımız var. Onun üstündə nəsə fikrin yönəlib və axtarışda oldu. Təbii ki, biz tarixi abidə deyil, elə bir yazılı bir mənbə yoxdur ki, ondan bir elmi araşdırmaq. Məntiq üzərində ancaq ki, demək olar. O diqqətimi çəkən oldu, orada əsasən əsli. Yəni, oradan başlayaq, çünki hadisələr o Hristiyanla olan bağlı onun üçün də cəryan edir. Əsli bizdə, məsələn, işlənən sözdür, əsli, kökə gedən bir sözdür və əslinin məhsulumuzun, əslinin olması mənə fikir gətirir ki, bu 8-9-cu əsrlərdə yaranmış əsərdir. Çünki İslamın bizə 7-ci əsrdən sonra daxil olması ilə bağlı, təbii ki, bu bir mənəvi bir məsələdir. Yəni, sən elə dövlət səviyyəsində İslamı qəbul eləməklə illər lazımdır, nəsillər lazımdır, qəlbən daxil olsun içəri. Deməli,
əsli sözü İslamın daxil olan dövründə əsli xristianlığa işarədir. Yəni, mən bu cür fikirdə ilədim ki, yəni, əsl deməklə, yəni köklü dinə işarə söhbəti gedir, oradan gəlmə sözdür və İslam təbii ki, bax, bu məsələdə toxundur, bu aran zonaları daha çox işğalladı, yəni İslamlaşdırdı və daha hissələrə çətin çıxdı. Və orada da xristianlığın da bu günə qədər qalmasının əsas kökü oldu ki, yəni asan işğal olunan sahə deyildi, yəni yönələn tərəf deyildi və xristianlıq bu günə qədər elementləri, yəni o əgər nəzərə alsaq ki, 4-cü, 3-cü əsrdə xristianlığın Azərbaycanda qəbul olunması, sonraki o bir də ikinci dəfə Mazarlar tərəfindən geri qayıdılması təbiidir, yəni bu kök var ki, bir də qayıt. Yəni mənbə olmasaydı, kök olmasaydı qayıtmazdı. Və həmin dövrdə məhz xristianlıqla müsəlmançılığın artıq faciə halına gəlmədi, yəni dönüş nöqtəsi ərəfəsindədir. Yəni artıq İslam da İslamlaşırdı, aran zonasında köklü sürətlə yer salırdı və əsl din olan, yəni o dövrdə artıq köklü şəkildə qopmuş xristianlıqla İslamın kəskin toxuşma zamanı idi. Və bugünkü Qarabağ o yanma ya itirmə hadisələrinin mesajını verirdi əsli Kərəm. Kərəm də İslamın adıdır əslində. Belə götürsək, yəni Kərəm deyəndə hər adam bilir ki, bu Kərəm İslamın adıdır. Əsl xristian olaraq, yəni yerli türklərin dini məsələsidir. Və həmən toxuşmada təbii o faciəni, yəni bir xalqın yaddaşında qalsın deyə bir dastan halına saldılar. Yəni əsli və Kərəm xristianlıqla İslamın toxuşma nöqtəsi idi. Və orada həm qız, həm oğuldan söhbət gedir. Yəni o dini baxımdan qızını, yəni əsli qız düzgün seçilir. Yəni çünki qız gedirsə bir oğlana, kök artıq oğlana aid olur. Yəni xristianlığı vermək istəmirdi əldən və bu toxuşmanın da nəticəsi ki, əsli Kərəm yarandı. Bir mesaj gəldi bu günə qədər ki, yəni bu gün Qarabağın itirilməsi, yəni həmən yerdə türklərin erməniləşib getməsi və Qarabağın itirilməsinin əsas kökü idi. Mənbəyi idi. Yəni əgər bunlar məsələn itirməsəydilər, xristianlar, yəni ermənilər o şəkildə Qarabağa girənməzdilər, o şəkildə Azərbaycana girənməzdilər. Və yerdən bizim xristianlaşmamız, yəni sonra yaddaşmamız Rusiyanın təsiri ilə bu əsər yarandı və bir də fikrim ondan, yəni bitirmək istəyirəm ki, bizə tolerantlıq deyirlər, yəni biz zorla İngiltərədən, Almaniyadan, dünyanın ayrı yerinə boynumuza qoyurlar. Əslində biz o tolerantlıq o deyil. Bizim özümüz bütün dinlərdə iştirak eləmişik, onun yaratmağında, ortaya qoyulmasında, o mədəniyyətin yaratmasında iştirak eləmişik. O, biz hər hansı bir Almanya İngilizcə münasibətdən gəlmir. Deyək ki, Xəzər imperiyası dövründə biz nəyə qoyduq? Müsəlliyi qoyduq. Yəni, Yahudiliyin apardığı həmin ideologiyanı, dini qoyduq ortalığa. O, bu günə qədər dünyada yayılıb gedir. Həmin türklərdir. Xristianlıqda da həmin türklərdir. Müsəlmançılıqda həmin türklərdir. Ateşpərəstlikdə də həmin türklərdir. Bu, bizim başqalarının münasibətləri, bu bizim özümüzdür. Əgər şamanlıq hələ qoyulan bir tərəfə, bu mənada, sağ olun və yəni, burada bir elmi tərəfdən sizlər danışdınız. Burada içindən də gəlib bəzi məsələlər, mən də münasibətini bildirmək istədim. Təşəkkür olun. Qəbul və buyurun. Ben de Sabir Bey'e minnettarlar edeyim. Çok güzel mevzu anlaştım. Hatta Sabir Bey o ciddi problemlerden biridir. Sizin o diyor Çambır, ben bir dostum var. O üniversitede araştırırsa geleme rastlaştıran inşallah o Çambır'la bağlı. Onun da 2 tane tədqiqat işi Türkiye'de çap olmuş məqalələr. Birində mən çap elədim. Konferansda. Süleyman müəllim istiqamət verdi. Bəyimizi araşdırır, yaşını araşdırır. Məmliyini araşdırır. Amma o yaşlı bir şey dedi. Mən elə Süleyman müəllimin o 54 illik zəhməti olaraq o Azərbaycan tarixi ki var. Mən öncə deyirəm ki, Süleyman müəllim Allah rəhmət eləsin. Avropa mərkəzçiliyə qarşı əsl türk mərkəzçiliyi o kitabda qoydu. Yəni o Süleyman Əliyan redaktörsən gedən bir çox şeylər orada əsərlərini tapıb. Amma məsələ nədir Sabir müəllim? Rəhmət Yoxdar müəllimi deyirdi, ölənə qədər 22 ildir müstəqillik Azərbaycanın tarixi problemlərlə bağlı bir seminar keçirilir. Keçirilir? Yox. Bura nə daxildir? Dediniz problemlər. Türklərin bura gəlib, gəlməsi, qəbul edir, amma elmi ictimaiyyət. Niyə? Belə onların hesabına. Və yaxud deyil, ailə və Allah,
Keçirilir. Kim keçirir? Fərdə keçirdi 2 il bundan qalan. Bir, Zaza Aleksiyini çağırdı. Zaza yaxşı iş demir. Yazır ki, Suriyada Alman yazıları tapılır. Amma Zaza nə deyir? Bərdə deyir, İberlərin, Gürcülərin olur. Bərdə mənimdir. Zaza düz Bakının mərkəzində Ramiz Mehdiyevin iştirakən oturan Arif Paşayevin dedi, Bərdə Gürcülərindir. Onun qabağına o çıxdı, nə deyir bizim dostumuzdan? Adam ilçilikdə İlhami. Zəfərsoy durdu, məclisib dağıtdı var şey, Ramizdə oturur, dedi, cəhəngət danışma, hamıya vurğunluq yaradıbsan özünə qarşı. Nə ilə vurğunluq yaradıbsan özünə qarşı? Yazıbsan düzdür bir cümlə. Yüksək mədəniyyəti olan bir xalqın dili başqalarına örnək olmalıdır. Amma yazmırsan da, burada Türkdən söhbət açmırsan. Yazırsan bundan, nəysə. Görürsünüz, keçirilmir. Niyə görə keçirilmir? Mən biraz bu tarixiyə yönətmək istəyirəm. Baxın, bizim dostumuz Xeyir bəy, doktorun müzakirəsinə mövzusunu götürmək istəyəndə götürürdü 3-18-ci əsr Azərbaycan mədəniyyəti. Xətt çəkdilər, dedilər 7 götür. Deyir, 3-ü götür. Niyə 3-ü götür? Xristiyan adını tutma. 7-dən bu yana götür. Əvvəla bu deyir ki, Xristiyan adlı adam, Allah Xristiyan sözü göndərməyir. Allah kitablar göndərir. Belə də deyir, müzakirədə səmavi kitablar, tək tanrıçılıq olub. Xristiyan sözü sonradan yaranıb. Xristiyan, nə bilim, belə sözlər. İsa bəyəm Xristiyan idi, İsa tək tanrıçı idi da. Hara gəldi? Azərbaycana gəldi də birinci həvarilər. Həvarilər Azərbaycan. Şumerolog İlvin var, deyir, Adəm Həvvanın yaranmasını hara gətirib çıxardı, Təbrizə gətirib çıxarır. Yəni bu Azərbaycan elə-belə seçilmir. Siz Gədəbəydən danışdınız, çox gözəldir. Mən Gədəbəydə olmuşum. Hətta Gədəbəydə getdiniz, monastırlar apardılar bizi. Təsəvvür, 7 dənə kilsədir belə. O tərəfdə mədrəsədir. Üstünə gəlir sonra ermənilər, götürüb təzə erməni xaçı, erməni şeyini vururlar. Sonra orada gözəl dediyim od məbədi var. Var, ay məbədi, günəş məbədi. Düz günəşin çıxdığı istiqamətə, ayın çıxdığı istiqamətə baxır. Sonradan oldu kilsələr. Mən nə demək istəyirəm? Sabir mənim, bu problem, əsas problem İslamın gəlişindən sonra bizdə ona münasibət dəyişdi. Xristiyanlıqla əslində istər Qərbi Avropada, istər bizdə dini müharibələr getdi. Və əslində tarixi proseslər səmtini yönətdi nəyə? Dini düşmənçiliyə. Avropada belə gedib, biz də belə gedib. Xristiyan və mən bir faktı deyim, indi elə burada ona toxunması ilə qabaqcadan. Baxın, İslam qəbul olunana qədər, deyək belə, Gürcülərlə Şirvan arasında müharibə yoxdur. Hətta baxın, deyirlər ki, Sasanilərə qarşı döyüşdə İberlər, Albanlar, Ermənistan yoxda Ərmənlər bircə döyüşürdülər. Xristiyan, o din məsələsinə görə. İslam qəbul olunandan sonra, baxın, həmişə Gürcülərin Şirvana baskını olub. Və burada bir məsələ var. Şirvanşahlara qədər ki, bir məsafəyə baxın. Sasanilərdən Şirvanşahlara qədər sanki heç kəs yoxdur. Yoxdur. Bir dənə deyirlər, Sasanilər gələn, Şirvanşahlar gələndə Şəhriyar adlı bir nəfər var idi. O Şəhriyar İslamı qəbul eləmişdi. Şəhriyardan sonra başladı kim? Xalid ibn, Məzyəmdir, nədir? Heysəm. 861-ci. Bir deyirəm, Əbbas Süleyman müəllim kitabı ilə bağlı sizə bir söz deyir. Və bilsə nə yazır? Deyir, Ərəb xilafətinin Sasani işğalından sonra regionda mövqeyini gücləndirmək üçün Sasani dövlətinin siyasətini davam etdirərək ərəblər Diafizit Bizansına müxalif olan Manavizləri müdafiə etməyi mövcud vəziyyəti daha da gəlinləşdirdi. Niyə görə Albanları sıxışdırdılar? Ermənilərə dəymədilər. Ərəblər gələndə Albanlar Diafizit idi, Roma ilə bağlı idi, Bizansla. Bizansla da ərəblər düşmən idi. Və başa düşürdülər ki, keç-tez Alban məsələsi, bunlar Bizansa deyəcəklər də sığınacaqlar. Və bu baxımdan Albanlar və hətta görsən nə yazır? Yazır ki, Alban çarı Cavanşirin öldürülməsi ilə daha dəqiq desək, Musa Kalankatın Alban tarixi əsərində Alban Katolikosu Müqəddəs Yelizarın 687-ci ildə vəfatından sonra vaxtilə Girdiman yepiskopu olmuş Xalkidon Diofizit təriqətdə mənsub olan Nerses Bakurun Manafizit kimi Katolikos seçildiyi, lakin bir müddətdən sonra Xalkidon Diofizit təriqətinə qayıtdığı qeyd olunur. Hətta üzdə getdi, sonradan geri qayıtdı. Çünki qorxurdu axı öldürələr. Musa Kalankatı yazır ki,
Katolikos taxtına oturanda monofizitliyə sadiq qalacağı haqqında Böyük Arran yepiskopu İoverə yazılı iltizam verərək onu öz möhrü ilə təsdiqləmiş, lakin İover ölənə qədər 14 il müddətinə bu niyyətini həyata keçirə bilməmişdi. Mənbədə qeyd olunur ki, onun tərəfdarı Məlikə Sparama arvadı idi. Nersesə yardım etdi. Onun və tərəfini saxlayan əyanların köməyi ilə o Nerses Bakurun kilsələrin çoxunun səzdəkahlarını söydürdü. Orada bir maraqlı şey var, sizin diqqətinizi cəlb edəcək. Bu, həmin o səzdəkahlarla diofizitdən monofizit arasında fərq var. Biri 50 santdır, biri də 1 metr. Yəni o monofizit elə ki, düşür aşağı. Amma o diofizit elə bil ondan bir yarım metrə yuxarıdadır. Bu mənada həmin o monofizitlik məsələsinin, yəni və yaxud burada bir məsələ var. Bizim tariximizdə yazırlar ki, deyək ki, Alban, hamıda 3-cü qrupa hazırlaşanlar bilir. Albana Əməvilər 704-705-ci ildə Bərdə məclisindən sonra apardılar. Dəməşqə apardılar, asıb öldürdülər və bununla da Heysəmin hakimiyyəti başladı. Amma indi gör bu nə yazır? Əslində elə Musa Kalankatlı yazır da. Deyir, lakin Musa Kalankatlının digər məlumatına görə ərəb işğalları zamanı Məhəmməd ibn Mərvan, Alban knyazı Şirov və onun əyanlarını əvvəlcə Tarona, oradan da Suriya apardı. Bu əhvalat erməni təqvimində 153-cü ildə, 705-ci ildə baş vermişdi. Varaz Tridat Romalılar ölkəsində qaldığı, yəni Bizansda 5-ci ili, yəni 705-ci ilin iyunun 2-sində xilas olub ölkəsinə qayıtdı. Bundan sonra ölkəsini taciklərə, bu vaxt edin, burada o ərəblər kimi verir, təslim edib, vergiləri yalnız onlara ödədi. Buradan belə bir nəticə asılı olur ki, Bərdə məclisindən sonra Varaz Tridat Albaniyaya qayıdaraq qanuni hakimiyyətini bərpa etmiş, Knyaz Şiro isə həmin ildə əsir alınaraq Suriya aparılmışdır. Məhz bu fakt bir daha sübut edir ki, Alban dövlətinin rəsmən ləğv edilməsinin 704-cü il Bərdə məclislə heç bir əlaqəsi yoxdur. Musa Kalankatın yazdığına görə erməni tarixinin 270-ci ilin sonunda 822-ci ildə Varaz Tridat öldürüldü. Həmin Varaz Tridat Albaniyada nəsildən nəslə hökmranlıq edən Mehranlərin sülaləsindən idi. O Albaniyanın birinci knyazı Varaz Grigordan sonra 8-ci hökmdar idi. Mənbəyə istinad ilə qeyd etmək olar ki, Mehranlər sülaləsindən 4-cü hökmdar olaraq 705-ci ildə hakimiyyətini bərpa edən Varaz Tridatın 822-ci ildə öldürülən Varaz Tridat da daxil olmaqla 4 Alban çarı hakimiyyətli olmuşdur. Bu məlumat Albaniyada dövlətçiliyə ərəblər tərəfdən son qoyulma tarixinin 705-ci-dən götürmə faktını inkar edir. Gene Musa Kalankat'da maraqlı bir məlumat var. Həmin məlumatda deyilir ki, erməni təqviminin 286-cı ilində, 837-38-ci ildə Bağdaddan qəflətən 12.000 atlı qoşun çıxıb Albaniya ölkəsinə baskın etdi. Elə həmin ildə Çar nəslində olan Səid ibn Sumbat Biyançı Babəki tutdu və onun Əmirəl-Möminə xəlifənin ixtiyarına verdi. Öz səyinə görə o xəlifədən böyük mükafat aldı. Erməniyə İberiya və Albaniya üzərində ali hakimiyyət ona verildi və bu ölkələrdə Çar kimi hakimiyyət və Bəxtiyar bəy toxundu. Yəni biz obyektiv olaraq danışmalıyıq ki, Babək bütün Azərbaycanı yaratdı deyək ki, Ürəmli adı altında. Amma Səid ibn Sumbatı biz daimi söyürük. Satqın, alçaq köpək oğlu, nə bilim nə. Amma Səid ibn Sumbat Mehranlar sülalənin davamçısı idi. Babəkdən istədiyin ala bilmədi. Daha o da sülalə dövlətləri idi. İstəyirdi, vassal olsun, nə bilim nə olsun. Dərhal ərəblərlə danışığa getdi. Danışığa gedəndə də fikir ver, neynədir bu? Verdi ona və burada tanıdılar. Demək bu neynədir? Əvvəlki o Albaniya müstəqil formasını vassal asılı ki... İcazə verin, bir dənə arayış verin. Bu çox önəmli mövzudur. Həmin dövrdə Səhl ibn Sumbat təkcə Aranın yox, baxın, siz də qeyd edədiniz də, yüksək almaqlı deyil. Həm İberiyanın, həm də Ərməniyanın knyazı olur. Və bu çox maraqlıdır ki, bu Mehranilər sülaləsindən olub. Mehranilər də bir üstə, Sasanlərin bir qolu idi. Bizimkilər də istəsələr bunu başqa cür verməyə. Məsələn, çox maraqlıdır ki, Qarabağın kilsələrin böyük əksəriyyətində yazılar bugün bizim erməni əlifbası adlandırdığımız, əslində Alman əlifbası olan, amma Sasanilər dövrünün orta fars dilində. Yəni, bu günlər biz tat deyirik də, o dildə yazılır. Ermənilər bunu yalandan qədim erməni dili kimi qələmə verirlər. Qravar deyirlər buna. Çox maraqlı olur. Ona görə sizə... Yox, indi üz üstə. Səhl ibn Sumbatdan sonra oğlundan sonra... Hamam. Ayso, Grigori Hamam olanda, Grigori Hamama
bütün bu ərazilərdə məktəblər açır, Alban məktəbləri. Özü o məktəblər üçün qrammatika kitabını açır və o qrammatika kitabı da günümüzə qədər gəlib çatıb. Qrammatika kitabını bilirsiniz nə dildə yazıb? Alban türkçəsində. Mən o kitabı yazanda Qafqaz albanlarının dili və ədəbiyyatı hələ bu mənbəni tapmamışdım. Ona görə onu ora daxil eləməmişəm. Hə, amma siz internetə girib bilən şeyi yazıyorsunuz, Grigori Hamama, yanından çıxdı, o məqaləmdə bütün günə o mətnini vermişəm, tərcüməsi ilə bir yerdə. Yəni, çox maraqlı bir şeydir, gözəl bir əsərdir. Bilmə, bizdə o mübariz 9-cu əsr Alban dili, arxeologiyada bizdə mübariz Xəlqov, o mübariz Xəlqov məqalələr var. Bu göstərir ki, bizim tariximizə ona görə düşür ki, Babəkdən sonra ərəblər zəiflədilər. Və bu zəifləmə şeyində, məqamında həmin o aparıb orada öldürülməsi göstərir ki, Albaniyanın müstəqilliyinə son qoyuldu. Amma o nə yazır? Elə də Musa Kalankatıya əsaslara yazır ki, deyir, erməni təqviminin 342-ci ilində, 894, bayaq adını çəkdim, Mömin Knyaz Hamamın Grigori tənəzzül etmiş Albaniya çarlığını bərpa etdi. Gördü ki, ərəblər zəifləyir və yenidən və necə ki, Aşot Bagratuni bunu Erməniyədə o vaxt etmişdi. Həmin onu yazdığı şeydə. Amma Xəlilov, elə o məzun kitaba da o düşür. Tədqiqatda Gəncəli Kirakosa əsaslanaraq bu hadisəni düzgün olaraq erməni təqvimi ilə 334-cüdə, yəni müasir təqvimlə 885-də baş verdiyini qeyd edir. Bu farklı idamı göstərir ki, ərəb işğalları zamanı tənəzzül etmiş Alban çarlığı ərəb xilafətinin zəiflədiyi dövrdə 885-də yenidən dirçəlmişdir. Daha çox uzatmaq istəmirəm. Yine Musa Kalankatı'da Bəxtiyar bəy, Musa Kalankatı'da yazır ki, 822-ci ildə öldürülən Varaz Tridatının arvadı Ərmərdi ilə sağ qalan Sparam adlı qızını götürüb, gecənin qorxulu yolunu qət edərək Xaçın qalasında gizləndi. O qızı, Sparamı, Sünükün hakimi Səhəloğlu Adar Nilseşə ərə verdi. Onun nəslindən olan Seniklərin 1085-ci ildə çoxdan yox olmuş Alban çarlığını bərpa edir. Və yaxud Orbiyeli. Yəni, Orbiyeli yazır ki, məsələn, ta ki, Qasandıcalar, Knyaz Kaçinski, həmin o Qazasar və 12-ci əsrin sonları məsələsi və yaxud gəlib sonunda çıxaq və mən də bizim son tanınmış Rus tarihçi etnoqraf Velichkov. Velichkov nə yazır? Deyir ki, Rus qeydələ Plemeniya Vaprosu əsərində yazır. 19-cu əsrin əvvəllərinə kimi ayrıca Afqan, Alban yaxud Qanzasar Katarikosu var idi. Hansı ki, Eçmiyazdin kilsəsi ilə rəqabət aparırdı. Sonunuzdan müstəqil idi. Bir belə bir sual çıxır. Əgər Alban Katarikosları tam olaraq 8-ci əsrdə monofizliyi qəbul etmiş və əhalisi erməniləşmiş olsaydı, onun 12 əsr sonra 1836-cı ildə ermənilərin tələbi ilə Çar Rusiyası tərəfindən rəqb edilməsi də təbii ehtiyac qalmazdı. Yəni bu Alban məsələsi bizim yaralı yerimizdir. Əslində nəyə görə yaralı yerimizdir? Biz, bizim, belə götürək, adım belə qoyuz, Hristiyan demə, İlk tanrıçılıq dövrümüzlərdən biridir. Biz buna Hristiyan kimi sahib çıxmadığımıza görə, istəyir Çar Rusiyası dövründə, istəyir Sovet dövründə bizimkilər onu üstəmilləndi və dünənləri İsrail gün mənə çağırdılar. Deyirlər bir şey var, ona cavab yazmaq lazımdır. Mən də adlı çəkdim, düzləri, əlimə versirə gətirmişsən məsələ tikəcəm. Bir dənə tutaq ki, onları qıramıram. Türkmənistan alimidir. Türkmənistanla Yusuf Ermənistanın yaxşı münasibətləri var. Orada olan sizin saytınız Alban məbədlərini götürüb yazır, qədim erməni məbədləri, başaya qarşısında tərifləyir, edir. Yəni, internetdən də xəbəri yoxdur, baxmır. Mən dedim, qardaş, bu bizim problem deyil, əslində dövləti problemdir. Bu günləri Türk dünyasındakı münasibətlər ilçibəy deyildir. Türk dövlət başçıları münasibətlərdir. Xalqlar tanımır. Xalq heç mən burada əməli başlı Albanı bilmirəm. O Türkmenistan'ın hiç kitabında yoktu Alban kimdir, filan kimdir. Doğrudan da dedim, Sabir müəllim var, görün mənə görürsünüz, Sabir müəllimlə məsləhətləşərəm. Sabir müəllim çox gözəl yerlərə toxundunuz və mən çox istəyərdim ki, sizin istiqamətsiz bir yerə göndərəcəyim, bu ev vaxtınız olsa, sizi yardımını Şilavəncə kəndinə aparacağım. Həmin Şilavə kəndində, Şilavəncə kəndində qəbir abidələri var ki, Alban abidələri də o Tovuzda dedilər, göstərilən abidələr. Üstündə yazılar var, həmin saldaşlar var, Yardımlıda, Şilavəncədə. Düzdür, mən o, indi imkan olsun onun şəkillərini də gətirdirərəm. Ama imkan olsa bir günləri Bəxtiyar bəydə, Sürtün bəy götürüb gedərəm. Üstündə də yazılar çox gözəl oxunur. Çünki Alban bəllidir ki, Alban məbədləri erməni məbədlərindən fərqlənir. Siz
siz benden yaxşı bilirsiniz. 4 cürdür, mağara tipli olur, dairəli olur. Ondan sonra bəzən deyirlər sövmə və yarım qazma formasında olur. Yəni bu tiplərdir. Və əminəm ki, sizin bir zaman dürüstlər, doğrudur. İstər bizim elmi cəmiyyətdə hələ bunu ona görə sevmirlər ki, siz bayaq adını çəkdiniz. Siz bir mənalı şəkildə təksib edirsiniz və köçürməni ortaya qoyursunuz. Siz milli mənliyinizi ortaya qoyursunuz. Amma buna baxmayaraq bizə qarşı hələ də güclü qüvvə dayanıb. Əminəm ki, sizlərin özümüzün hesabına bu qüvvələrin başına daş salacaq. Və bu baxımdan oxuyanda bəli yazar. Mən də çox gözəl, çox alim qəbul edirəm Ulayda xanımı, amma həmin məsələlərdə qəbul eləmir. Fəridənin də dediyim ki, müəyyən zəhməti ola bilər, amma Fəridə bir nətər deyərlər, elə bir erməni xəttinin davamçısı kimi bir mənalı şəkildə türk məsələsinin üstündən xətt çəkir və burada